Qəribə. Niyə yatmırsan? Ne bilim, gözüme yuxu getmir. Sen niye yatmırsan? Elə bil yuxum ərşə çəkilib. Görəsən, elə bir gün olacaqmı? Tüfəng atmaqdan, qan töhməkdən canımız qutaracaq. Dağlardan, bu rütubətli qayalardan bir dəfəlik əl çəkəcəyik. Hərdən ağlıma qəribə fikirlər gəlir. Deyirəm, Gəncədən uzaqda, meşənin içində bir ev tikəsən. Akuşqalı, aynəbəndli. Həyətdə ocaq qalayasan, uşaqlar qaçışa, çoxlu. Mən də bütün gün oturub onlara tamaşa eləyim. Düz deyirsən. Anam həmişə deyərdi, evladsız yurt, suyu qurumuş dəyirman kimi bir şeydir. Gecələr cin şəyatin gəzər belə yurtda. Məmməd, sən ağıllı adamsan. Deyirəm, görəsən biz öləndən sonra heç bizi yada salan olacaq. Gərək olsun. Olacaq. Mütləq olmalıdır. Bəs mənim də dərdim azarım odur ki, bizdən sonra gələnlər bizdən xoşbaxt yaşasınlar. Bəy qapısından nökərçilik eləməsinlər. Dünyada pisliyi olmasın. Ölüm itin, aclıq olmasın. Üşüyürsən? Hala, sal kürəyinə. Görürəm sən... Soğuk deyil. Götür, komandirin sözündən çıxmaq olmaz. Görürəm üşüyürsən. Sen komandirlik eləyib cəmaata əmr eləyəndə tamam dönüb başqa adam olursan. Bilirsən uşaqlar səndən necə qorxurlar. Amma mən bilirəm sən ürəyi yumşaq adamsan. Heç kimin xətrinə dəymək istəmirsən. Elə deyil. Adamına baxır. Bax bu düzdür. Əzizi çox əziz xələf eləmisən. Əziz mənim sağ əlimdir. Nədir ki? Xoşum gəlmir ondan.